Həmədandan biri nəql eləyir. 100 il bundan qabağa bu qəziyə ittifaq düşübdü. Getmişdim Həmədanın ətraf qəsəbələrində, Mah-ı Məhərrəm. Getdim mənbərə, roza oxudum, oradan qeytdim, gəlincə gec oldu. Maşinlə getməymişlər, atla, dəvə ilə gedəymişlər, mənbərə çıxıymışlar. Bundan qədim üləma, vaqən zəhmət çəkiblər. Mən özüm uşaqdım, gözümdən görəydim, dedim, o qarla, küləklə gedirlər, məsələn, filan kənddən bir dənə alim gətiriblər, meyyiti dəfn eləyik, şəhid Allah dəfn eləydi, bir tüməndə pul almaydı, qar küləklə durub çıxıb gedəydi. O cür gəlib mənbərə çıxıydılar, at nə? Qeytdim, gəldim, şəhərə çatanlar gördüm, şəhərin dərvazəsini bağlayıblar. Nə qədər qapını döydüm, cavab verə axırda gördüm, bir səs gəldi, kimsən? Səs sahibinə tanıdım, səs sahibi də şəhərin bir şərur bir cavanı idi. Deyərdilər, Əli Cəndabi Həmədani. Bir məhəlləyi vardı, benami Cəndab, şərur adam idi, günahkar adam idi. Gördüm gecə vaxtında məst edib, gəlib o qapının altına yıxılıb doğruyor. Amma gedib, amma bu məst orada. Dedi, kimsən? Dedim, Şeyx Həsənəm. Dedi, Şeyx Həsən gecənin bu vaxtında nə gələcəksən şəhərdən söylə? Dedim, getmişdim roza oxumağa. Ondan açdı qapını açandan sonra qapını bağladı, dedi, roza oxuyayım demədi, mənə də bir roza oxu gerçinən. Dedim, sən neysən rozanı? Dedi, mən kəsifəm də, ələm məhərrəmlik tutarıb bir dəfə də rozaya getməmişəm. Özümdən kəsafətəm, mənim yerimdə hökm məcalisi. Mən heç günah edəyəm. Məhərrəmlik tutarıq, mən bir dəfə rozaya qulaq asmamışəm. Mənə bir roza oxu dedim, yox baba, roza yeri deyil ki, roza gedən məscid olar, Hüseyniyə olar. Bu adli olmaz. Dedi, o şeyx çox danışma ginəm, mənə bir roza oxu ginəm. Dedim, roza həddəqəl bir səndəli lazımdır üstündə oturam, mən fəqət istədim onun əlindən qutaram. Tez əlin qoydu yerə. Dedi, şeyx, mən də sənin səndəlini oturub dalımda mənə bir roza oxu ginəm. Oturdum belə istəyəm. Dedi, şeyx, Əbülfəz rozası oxumam. Həzrəti Əbülfəz də Babul Həvaicdir. Babul Hüseyindir. İmam Hüseynin qapısıdır. Vasitədir beyni İmam Hüseyin və hər kəs ki istəsə İmam Hüseynin rabitə var. Həzrəti Əbbas. Hüseynin qapısıdır. Ağır nəhlindədir. Mərhum Ayətullah Mirzə Ali Qazi Təbrizi gətirərmişlər, hərəm Əbülfəzə qəşş edərmiş. O əzəmətli alim qəşş edərmiş, qürərmiş. Hər nə mənə oldu məqam-ı mənəvidir, hamısını Həzrəti Əbülfəzin əlindən almışlar. Həzrəti Əbülfəz mənə verildi. Ondan başladım bir roza oxuma, bir roza oxudum. Tülü ömrümdən nə o cür roziyə oxumuşdim, nə ağlamışdım, o qədr ağladım. Baxdım, gördüm, necə ağlayıb, toprağı islatıdır gözünün yaşı ilə. Qutardı rozəm, durdu ayağa, dedi, şeyx, məni bağışla ginən. İstəyirdim sənə pul verəm, amma bu pullarım da kəsib puldur. Dərdə dəyməz İmam Hüseynin rozəsində xəşdiyəsən. Gərək insanlar bir əndazə, bir co mərifət ola, dedi, bir arpa əndazəsində bir mərifətin olsun, yərli tutsun. Qay insanda bəzi sifat-ı ziba var, o sifat-ı ziba bir mərhələdə görəysən, zuhur elədi insanın əlindən tutdu.
əlləşmə hər nə var hamısını dağıdasan. Əlləş bəzi sıfatın da sahibi olarsan. Bəzi gözəl sifətlərin sahibi olarsan. Hamısı xarab eləməyəsən. Bir qapı qala bir günüsü qapını açmaya ürəyin uzun olar. Oradan varid olarsan. Hətta Rəfiqi nəql edib bir dəfə bu Əli Cəndabi ilə dayanmışdım. Bir də gördüm məxməl papaq başına qoyardı. Qiyafəsi də çox göyçək idi. Hər keçən baxardı. Bu qədramı zahir gözəl, batın xərab. Günah elə. Bir dəfə gördüm o papağın başından atdı yerə torpağa bələdi ayağının altında. Başını tüksün zaten bəhəm vurdu. Jülidi elədi, özünə əyləşdi. Dedim, məgər divanı olursan? Dedi, yox, divanı olmamışam. Sonra sənə deyərəm, bu 5-10 dəqiqədən sonra deyərəm ki, niyə bu cür elədim? 5-10 dəqiqə keçəndən sonra dedim, niyə o cür elədim? Dedi, filanı gördüm, orada bir cavan, qız cavan oğlan təzə izdivac eləyib gəlirlər. Baxdım o oğlanın qiyafəsinə, gördüm, beçotdur qiyafəsi. Dedim, o xanımının gözü düşər mənə, məhəbbəti azalar ərinə nisbət. Ona xatir özümün qiyafəmi xərab elədim, tam məni zişt görsün. Nə lətifdir da bu cür sifat. Bəzi sifata girək təvəccüh eləyəsən. Əgər sən də meyl eləməsən, mümkündür digəran meyl eləyə. Günaha düşə, muraqib ol cinə. Diqqət eləyəsən də, həminlər görəksən nur olayıq bir ləhzə tutayıq. Deyək, sabah sübdən getdim, Əli Cəndabi orada tapanmadım. 10 gün darısıcaq gəzdim, tapanmadım. 1 ay, 3 ay dediler, axıda dedilər Əli Cəndabi. Elə o gecə ki, Şeyx Həsən ona ruhu oxuyub, sübh gəlib, bari səfər bağlayıb, gedibdi Nəcəfə. Gedim, ağam Əmirəlmöminin nökəri olacaq. Dünyanı atıb, bizə görə İmam Hüseyin təcəlli eləyə, tam təlaşı olaq. Yolu budur. Gedək Nəcəfə, gedək mərhum Ayətullah Uzman Mirzai Şirazi ki, sahibi Fətvai Təmbaku, İngilistana şikəst veribdi o, Nasirəddin Şahın zamanında. Bəli, gedək onu tapıb tövbə eləyim məhzərində, deyək, amma mən bilməm, təbah eləmişəm özümü, gəlmişəm tövbə eləməm. Bizim Mevlamız, ağamız Əmirül-Möminin Əhl-i Beytdir, hər yərcəul Əbdül-Abiq İllam Mevlahu, Fərari bəndə hariyə qaçır, gire Mevlasının qapısını döyərdə. İnsan gire atasının qapısına qayda da. Əhl-i Beyt bizim atamızdılar, Mevlamızdılar. Tövbə eləyik Mirzai Şirazinin məhzərində. Nə tövbə, tövbə-i nəsuh. Bərəkət bu məcalislərdir. Bir əbada mərhum Mirzai Şirazi verək atı cınağına. Səhv əvvəli namaz-ı cəmaətdə həmişə dayanarmış. Ayətullah Uzman Mirzai Şirazinin darında. Namaz qutaranda bağırağa deyə Ayətullah Uzman Mirzai Şirazi vurərmiş. Əli ağa, hərəmə gedək sən iltimasıdır ağa. Mənə də bir dua eləkdən. Bir günüsü mərhum Mirzai Şirazi namazı məğribi qıldı, qutardı. Deyib, beyni namazı məğrib uşaq 1 saat təqibatı çəkərdi. Çox tul verərdi, namaz qılardı, onunla namazı şanı qılardı. Xəbər gətirdilər beynin səlatin, dedilər, ağa filan Ayətullah dünyadan getdi. Ağa çox mütəəssib oldu. Təriflədi, dedi, çox paç adam idi, paç nəfsi var idi. Nə qədər İslam'a filan Ayətullah xidmət elədi, yalan. Bəd buyurdu, gedin hərəm-i Əmirül-Möminində qəbr amadə edin, ta gətirək cəsədin, qusl verək, aparaq, namazın qılaq, dəfn eləyək. Getdilər, qəbr amadə elədilər. Elə içi qəbr amadə oldu, getdilər, nəfər gəldi mərhumi Mirzai Şirazın qulağına dedi, ağa, o alim dirildi, ölmədi, dubarı həyat tapdı. Deyik, onda Əli Cəndabi getmişdi səcdiyə. Deyik, səcdədə dedi ki, Allah Əmirül-Möminin kənarında mənə qəbul vermirsən. Mən də istəməyəm bu dünyanı, Xudaya. Məni o qəbrə qoysunlar. Hamı müntəzir oldular, Əli Cəndabi alnın səcdədən qozuya gördülər, yox, xəbər yoxdur. Yarım saat təkan verəndədir, xəbər verdilər, ağa, Əli Cəndabi ölübdür. Ağa buyurdu, o qəbri Əmirül-Möminin Əli Cəndabi üçün amadə eləymiş. Götürün, bu cavanı vus verin, aparın həmin qəbri ki amadədir, həmin qəbri dəfn edin. Bu cür təhvil alarlar, az zəhquzər xaki səri qoyuşma بود, hər nafikilər dəsti nəsimi səhər.